Azərbaycanın türkləşməsinin tarixi daha maraqlıdır. Əslində Azərbaycan türk xalqının əsl atası Şah Abbasdır. Nə deyirlər? Onda belə bir nəzəriyyə var idi. Deyirlər, qan və torpaq nəzəriyyəsi. İngilis xalqı məsələn müəyyən dərəcədə Azərbaycan xalqına oluşur. Çünki Azərbaycan xalqı da, Alman xalqı da, İtalyan hamısı təqribən eyni vaxt formalaşır. Primitivist yanaşma nə deməkdir? Primitivist yanaşma bu Avropada belə deyək, işlənən bir nəzəriyyədir. O nəzəriyyə əsasən xalq, hər hansı bir xalq bu ərazidə əbədi yaşayır. Bu ərazidə əbədi yaşayır, bu xalqın müəyyən əcdadları olub, o əcdadların öz növbəsində öz əcdadları olub və çox qədim dövrlərdən bəri onda hansısa bir dövlətçilik formaları olub, onların arasında belə bir canlı bir əlaqə var. Yaşayan xalqlar olub. Ən qədim lay olub. O ümumiyyətlə, o heç Aryalara da aid deyildi, heç Qafqaz xalqlarına da aid deyildi. O əvvəl Qafqazlaşdı, sonra Aryanlaşdı, sonra ərəbləşdi, sonra türkləşdi. Neçə Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzata kanalında sizi yenidən xoş gördük. Bilirsiniz ki, bizdə alternativ tarix layihəsi çərçivəsində biz çalışırıq ki, akademik tarixlə də bağlı mövzulara toxunaq və biz son bir neçə verilişi Azərbaycan xalqının etnogenezini və DNT analizlərə həsr eləmişdik. Orada bilirsiniz ki, dəyərli Orxan bəylə bizim söhbətlərimiz baş tutmuşdu və mən istəyirəm ki, bu günləri bizim o söhbətlərə həm də bu işin sırf peşəkarı, biologiya üzrə elmlər namizədi, Azərbaycan Arxeologiya və Antropologiya jurnalının elmi katibi Mehdi Əliyev öz fikirlərini bildirsin və bizə, necə deyərlər, bu məsələlərin peşəkarı olan adamın fikirləri də çox maraqlıdır və biz ümumiyyətcə bu məsələ ilə bağlı bizim kanalda bir neçə veriliş olacaq. Onlardan da biri inşallah ki, Mehdi müəllimdən olacaq. Çox maraqlı veriliş olacaq. Like düyməsini sıxmağı unutmayın. Paylaşın ki, hər kəs görsün. Mehdi müəllim, bizim sizinlə qısaca Facebookda danışığımız olmuşdu və orada da siz öz münasibətinizi bildirmişdiniz bu məsələlərə. Ümumiyyətlə, mən belə bir şey soruşmaq istəyirəm. Siz peşəkar həm antropoloqsuz, həm də ki, arxeoloji, yəni son illərin arxeoloji nəticələri ilə bağlı sizin yazılarınız var. Mən bilmək istəyirdim ki, bugünkü Azərbaycan xalqının, baxın, bugünkü Azərbaycan xalqının antropoloji göstəriciləri ilə, tutaq ki, mezolit dövründə yaşayan və yaxud da deyək ondan sonraki dövrlərdə yaşayan, qədim qəbirlərdən çıxan Azərbaycan əhalisinin antropoloji xüsusiyyətləri arasında fərq varmı və yaxud da bu fərq nə dərəcədə özünü göstərir? Əlbəttə, müəyyən oxşarlıq var. Bu yaxınlarda tədqiqat keçirilmişdi. Almaniyada bir deməli, sakin var idi, bir yerdə yaşayan, bir ərazidə yaşayan bir qrup var idi. Onun da tədqiqatı keçiləndə, orada qazıntılar tədqiqat keçirildi. Məlum oldu ki, o ərazidə yaşayan bir sakin var idi, bir yaşlı bir kişi. Sən demə, o ərazidə yaşayan, neolit dövründə yaşayan insanlar, onların DNT-ləri müəyyən oxşarlıq təyin olundu bu adamın. Bu hətta tərcümədir ki, mən bilmirdim ki, mənim əcdadlarım bu yerdə yaşayırlar 7-8 min. Azərbaycanda? Yox, Almaniyada. Aha, Almaniyada. Azərbaycanda əmin ola bilərsiniz ki, belə tədqiqatlar keçirilsə, ola bilər ki, eyni nəticəyə gəlsin, müəyyən populyasiyalar olsun ki, hətta onların əcdadları bu yerlərdə tapılsın. Ancaq o nə deməkdir? Əvvəlcədən mən qeyd edeyim. Bilirsiniz, o DNT qaplıqlıqları var. Dezoksiribonukleid turşusu qaplıqlıqları var. Onların xislətlərini müasir elmdə olan istifadə formasını bilməyən insanlar deyirlər ki, bax, müəyyən bir qaplıqlıq tapıldı. R1 qaplıqlıqdır və onun başqa formaları tapıldı və o an deyirlər ki, deməli, bu adamın əcdadı filan yerdə yaşayırmış, filan sümüklərdən çıxarılmış DNT-si, onun əcdadının DNT-sidir. Elə deyil. Aha, elə deyil deyirsiniz siz. Yox, elə deyil. O yalnız onu göstərir ki, oxşarlıq var müəyyən. Yəni, belə haqlılıqlar bir deyil. Belə haqlılıqlar çoxdur. Bu bir. İki, yalnız ona Y haqlılıqları deyir. Ondan başqa mitoxondrial, yəni qadınlarla keçən haqlılıqlar var. Mitoxondrial haqlılıq, o da qadınlarla keçir. Belə haqlılıqlar çoxdur. Yalnız neyi müəyyən eləmək olur? Müəyyən oxşarlıqları. Və məsələn, o deyilmir ki, bu adam tədqiq olunub və onun əcdadı məhz
hansısa bir sümüklərdən çıxan DNT, o insan onun əcdadıymış. Yox, müəyyən oxşarlıqlar var. Ümumiyyətlə, mən belə bir söz demək istəyirəm. Təəssüflər olsun ki, bu nəzəriyyələr öz növbədə spekulativ nəzəriyyələrin qurbanları oldu. Ne üçün? Çünki 19-cu əsrdən məsələn rasist nəzəriyyələr çox geniş yayılmışdı Avropada. Baron de Gobineau adında belə bir tədqiqatçı var idi. İnsanların deməli irqlərin haqqında, bərabərsizlik haqqında kitab yazmışdı. Və orada cürbəcür spekulyasiyalar həyata keçirirdi və deyirdi ki, bir irqlər daha yüksəkdir, daha aşağıdırlar. Həmçinin insanlar o dövrdə sümükləri ölçərək çalışırlar öz qədim əcdadlarını tapmağa. Və onda da müxtəlif belə spesifik terminlər var idi. Sarmat kəlləsi, pamir kəlləsi və s. və ilaxır. İndiki dövrdə o artıq da rasist nəzəriyyədir. Əlbəttə, çünki sümüyün forması, kəllənin forması hələ heç nə sübut eləmir. O çox dəyişkən hansısa bir xüsusiyyətdir. Həmçinin, əgər siz hansısa bir insanda müəyyən bir haqlılıqlar tapırsınız və oxşarlıq müəyyən olur, o demək deyil ki, ilk növbədə, o demək deyil ki, məsələn, bu Azərbaycan türküdür, 5000 il bundan qabaq yaşayan insan da Azərbaycan türküdür. Qətiyyən yox. O yalnız o deməkdir ki, ola bilər ki, müəyyən bir oxşarlıqlar var və ola bilər ki, bir haqlılıq yox, bir ansambl, 7-8 qrup olsa və o oxşarlıq müəyyən edilsə, ola bilər ki, tutaq ki, Qaradəniz ətrafında yaşayan hansı bir populyasiya və bu populyasiyalar haqqında oxşarlıq ola bilər. Yalnız və yalnız bu. Və ona görə də o nəzəriyyələrin əhəmiyyətini olduqca yuxarı qaldırmaq, yəni ki, o dərəcədə ciddi baxmaq da düzgündür. Belə nəzəriyyələr ki, deyirlər ki, 15% sarmat, bilmirəm 3%, bilmirəm qədim fars, 5% qədim türk. Yox, o deməkdir, haqlılıqlardır bu yalnız. Sözsüz ki. Aslında markerlər nəyi ölçür orada? O markerlər göstərirlər belə. O DNT analizdə baxıranda orada məsələn markerlər var belə. Yəni o markerlər nəyi ölçür bəs onda yaxşı? Y. Yalnız oxşarlıqları ölçür. Yəni ki, bir dəfə də bilirsiniz, biologiyada belə bir xüsusiyyət var. Ona kladlar deyilir. Yəni kladistika deyilir. Müəyyən bir 5-6 dənə əgər xüsusiyyət var ki, tutaq ki, sümüyün forması, sümükdə müəyyən dəliklərin olması, əgər tutaq ki, hansısa bir taksonda, müasir taksonda, tutaq ki, quşlarda ya heyvanlarda olsa və həmçinin başqa qrupda olsun, tutaq ki, balıqlarda, ya köpək balıqlarında, ya tutaq ki, sürünənlərdə eyni 3-4 dənə xüsusiyyət olsa, ola bilər ki, olanı əcdaddan. Və nə qədər çox xüsusiyyət var, o qədər də oxşarlıqdır çox. Yəni bu ehtimaldır, dəqiq deyil. Yox, ehtimal deyil. Ola bilər ki, yüksək dərəcədə dəqiqlik olsun, əgər çox xüsusilə götürsün. Ancaq yenə də o millətləri müəyyən eləmir. Yalnız və yalnız populyasiyalar. Hə, bəli. Bax, mən elə ən birinci debatımıza, siz bilmirəm, baxmısınız yoxsa yox, məhz orada da mən bu sözü deyirdim. Mən deyirdim ki, o DNT analiz nəticəsində çıxan o nəticələr insan tipini müəyyənləşdirir, populyasiyanı. Yəni, tutaq ki, bu insan tipi bu parodadandır. Mən də o düzdür, biologiya üzrə mütəxəssis deyirəm. Mən öz fikrimi irəli sürürdüm onda. İndi görürəm ki, əslində düz fikirləşirmişəm. Ona görə də tarixçilər arasında bu DNT analiz nəticələrinə biraz qeyri-ciddi baxılır. O demək deyil ki, nəzərə alınmır. Lakin biraz qeyri-ciddi baxılır, məhz siz dediyiniz məsələyə görə. İrq, etnos, irq, xalq, bütün bax, bu xüsusiyyət bir-birinin üst-üstə gəlmir. Ne üçün? Çünki Avrasiya çox maraqlı qitədir. Avrasiya çox böyük, çox nəhəng qitədir. Qədim dövrlərdən bəri o ərazidə, o böyük nəhəng qitənin ərazisində yaşayan müxtəlif xalqlar qədimlikdən bəri bir-birlərində kontaktlarda olmuşlar. Bir-birlərində kontaktlarda olmuşlar, qarışmışlar. Ona görə də adam deyə bilməz ki, müəyyən bir xalqın, tutaq ki, müasir xalqda olan DNT analizini keçirilərək onda müəyyən haqlılıqlar əgər tapılıblarsa, deməli 100% hansı bir qədim populyasiya var idi, o onun tutaq ki, əcdadıdır. Yox, qətiyyən yox. Çünki yenə də deyirəm, bu xalqlar qədim dövrdən bəri onlar qarşıdırlar bir-birlərinə. Həm də bir dənə bir xüsusiyyət var. Problem nədən ibarətdir? İş ondadır ki, böyük çöldə yaşayan xalqlar, onlar çox mobil olub. Onlar çox mobil olub, onlar çox böyük ərazilər qət edə biliblər. Və o çöldə yaşayan xalqların belə bir xüsusiyyəti var. Gördük ki, onlar asanlıqla dildən deyişirlər. Belə şeylərdir. Mədəniyyətləri ancaq gördük ki, oxşarlıq olurdu. Ne üçün? Çünki böyük çöldə yaşayan xalqlar var, köçəri xalqlar var. Onların yaşayış tərzi bir-birlərinə oxşayır. Çox üzr istəyirəm, böyük çöl deyəndə, yəni Dunay çayından Sakit Okeana qədər o Sakit Okeana
Ona deyirlər böyük çöl. Tamaşaçılar üçün o mən deyirdim ki, Yaşayan xalqlar, onlar təqribən eyni həyat tərzi keçirirdi. Çünki çölçülük o həyat tərzi, o eyni fəndləri tələb edir. Məsələn, bax, qəribə səslənir, almanlar. Adama həmişə elə gəlir ki, Alman oturaq xalqdır, meşədə yaşayan xalqdır, sonra hansı oturaq bir sivilizasiyanı yaradıb. Yox, ancaq köçədə Almanlar olur, qotlar. Onlar sırf köçədə həyat keçirirlər. Sonra türklər, elə gəlir ki, gəlin türk və köçəlilik simvoldur. Ancaq əslində göl türklərin ilk haqqında da oturaq xalqı. Quraqlıq başlayıb sonra. Bəli, Monqollar meşə xalqı olur. Sırf meşə xalqı olan əcdadlar, Tunguska xalqları indi hal-hazırda onlar oturaq həyat keçirirlər. Ancaq hətta meşədə yaşayırlar. Ancaq şərait dəyişdi, Monqolların əcdadları böyük çöl çıxdı və başladı çöl həyat tərzini aparmağa. Ona görə də insanlara bilirsiniz necə elə gəlir. Əgər biz müasir dövrdə hansı bir xalq, hansı bir həyat tərzi keçirirsə, onda qədim dövrdə də eyni həyat tərzi keçirib. Ondan qədim dövrdə yox, dəyişib, neçə dəfə dəyişib. Xalqlar miqrasiya, böyük miqrasiya prosesləri baş verir bu xalqlar arasında. Onlar dəyişiblər bir-birləri ilə. Görürsən ki, hal-hazırda məsələn hər hansı bir xalqı götürsək, məsələn Fars xalqını götürsək, Fars xalqını götürəndə onu analiz aparsız görəcəksiniz ki, onun güclü dravid elementləri var. Bəli. Dravidlərdə yayılmış, onlarda haplodiplar tapılır. Özdə neçə dənə tapılır. Qədimdən orada yaşayan dravidlərdir də. O demək deyil ki, onlar draviddirlar. Yox, sadəcə olaraq belə bir nəzəriyyə var da. Ona deyirlər, deməli, köçən kişilərin nəzəriyyəsi. Görün ki, müəyyən xalqın nümayəndələri, tutaq ki, qəsbkar xalqın nümayəndələri, müəyyən ərazilərə keçəndə onlar öz genlərini yerli populyasiyada başlayırlar yaymağa. Qadınlar arasında ilk növdə. Çünki onları qadınları götürürlər. Ona görə də, məsələn, Fars xalqı o daha çox ariyanlaşmış xalqdır. Ari xalqı deyil. Yenə də, məsələn, Qafqazda yaşayan İran dilli xalqlar var, Şimali İranda yaşayan İran dilli xalqlar. Müasir Talışlar, Kürdlər, sonra kimi götürək, Yabanlar, Tati dilinin daşıyıcıları. Onların özlərində siz baxsınız olan haplogrupplara ariyalara xas olan haplogrupplar görərsiniz ki, orada çox ola bilir ki, olmasın. Daha çox bu yerlərdə yaşayan qədim xalqların haplogruppları tapılır. Ön Asiyada yaşayan xalqlar və s. və ilaxır. Ne üçün? Yenə də ariyanlaşmış xalqlardır. Yəni, neçə dənə siz xalqa baxsınız, görəcəksiniz ki, o ariyanlaşır. Məsələn, Şirvanın ərazisində yaşayan xalqlar olub. Ən qədim lay olub. O ümumiyyətlə, o heç ayrılara da aid deyildi, heç Qafqaz xalqlarına da aid deyildi. O əvvəl Qafqazlaşdı, sonra ariyanlaşdı, sonra ərəbləşdi, sonra türkləşdi. Neçə lay keçib. Ancaq mən nə demək istəyirəm? Sözsüz ki, ola bilər ki, bu müəyyən populyasiyalar olub və indiki dövrdə yaşayan xalqlar ki var burada, xalq ki var, onun arasında bir canlı bir əlaqə olsun. Yəni, doğrudan da o ərazidə yaşayan insanlar onların əcdadları idi. Ancaq onu da nəzərə almaq lazımdır ki, əgər kimsə kiminsə əcdadıdır, o demək deyil ki, avtomatik olaraq o eyni xalqın nümayəndəsidir. Bəli. Çünki onların babası başqa dildə danışmış ola bilər, sonra özü... Mən ne üçün hələ belə demirəm, bu Azərbaycan xalqını həmişə bilədik, unikal xalq, belə bilmirəm, elə xalqdır ki, onun tarixi, düşmənlərimiz deyil, onun tarixi bilinmir, dostlarımız başqa bir söz deyil. Ancaq əslində müəyyən dərəcədə Azərbaycan xalq tipik xalqdır. Və hətta mən sizə belə bir söz deyim, Azərbaycan xalqının analogları var. İngilis xalqı məsələn müəyyən dərəcədə Azərbaycan xalqına oluşur. Çünki İngilis xalqı özü də onlar Alman qrupuna aiddirlər. Onlar özləri də gəlirdi bu adaya, orada başqa xalq yaşayırdı. Keltlər yaşayırdı. Öz növbəsində Keltlər özləri də qəsb edib o adanı. Həmçinin ondan sonra Skandinaviya adasından da gəliblər, Skandinav tayfaları gəliblər. Danilag adında belə bir ərazi olub orada erkən orta əsrlərdə. Və hər dəfə baxanda yeni və yeni dalğalar. Məsələn, Anglosakslar da əgər səhv etmirəmsə, ümumi sayı 100 min idi. Onda isə adada 2 milyona yaxın adam yaşayırdı. Sonra isə Danilaga gələn Skandinav tayfaların ümumi sayı 100 min, 10 min idi. Görürsünüz, rəqəmlər o qədər də böyüdür. O qədər də böyüdür. Ancaq ola bilər ki, balaca hansısa bir qrup gəlib, o dili də hətta ola bilər ki, dəyişdirsin. Müəyyən dərəcədə. Ne üçün belə ərazilər çox yayılıb, belə nəzəriyyələr çox yayılıb? O, çox Alman historiosofik nəzəriyyə ilə bağlıdır. Historiosofiya nədir? Yəni ki, tarixin izahı. 19-cu əsr çox maraqlı dövrdür. Haçan deyirlər ki, Azərbaycan xalqı gənc xalqıdır. Bir şey başa düşmək lazımdır. Millət kimi Azərbaycan xalqı da, Alman xalqı da, İtalyan hamısı təqribən eyni vaxt olmalı. Onların arasında fərq 40-50 il ola bilər, maksimum. Məsələn, Alman... Mən də deyirəm gənc xalqı. Yox, müasir dövrdə yaşayan xalqların əksəriyyəti çox gəncdir. Ən qədim, köhnə qitənin ən qədim xalqı fransızlardır. Ne üçün ən qədim? Çünki onlar 100 illik müharibə dövründə artıq da formalaşmağa başlayırlar.
İngilistandan ayrılmağa başladı. Qalan xalqlar 19-cu, 18-ci əsrdə formalaşıb. Ona görə də Almaniya o dövrdə çox parçalanmış xalq idi. Onda təqribən 300 balaca dövlət var idi və onların arasında münasibətlər çox pis idi. Görürsən Hətta ki, dil fərqləri də böyük idi əslində aralarında. Dil fərqləri də böyük idi. Hətta görürsən ki, mən belə bir söz deyim ki, əgər müasir almanların DNA-sını tədqiq edirsək, görəcəksiniz ki, onlarda xeyli hissəsi Slavyan şeylərdə var, Slavyanlara xas olan, sonra Pribaltika xalqlarına xas olan. Çünki onlar xeyli başqa xalqlarla assimilyasiya edir. Və sözsüz ki, belə cürbəcür elementlərdən ibarət olan xalq idi. Onlar da hamısı birləşməyə başlayanda həm də alçalmış vəziyyəti yaşayırdılar. Çünki onları xarici dövlətlər qəsb edirdi, Napolyon dövründə onları qəsbləmişlər, ondan qabaq da xeyli əziyyət çəkmişlər 30 illik müharibə vaxtında. Ona görə də romantik millətçilik yaranıb. Yəni bunlar nə deyirlər? Onda belə bir nəzəriyyə var idi. Deyirlər, qan və torpaq nəzəriyyəsi. Deyirlər ki, Alman xalqı o hələ belə deyil. Yəni o Alman qanı var, Alman xalqı var, Alman torpağı var. Biz həmişə bu ərazidə yaşamışıq. Bizim ulu babalarımız Armeni, Roma legionları ilə döyüşürdü, böyük qəhrəmanlıq göstərirdi. Sonra isə biz barbar kimi Avropanı təmizlədik, biz mədəniyyət verdik ona. Sonra isə biz çox əziyyətlər çəkdik. Bizi xatırladır bunlar mənə. Yenə də sonra birinci Daix əmələ gəldi. Biz belə nəhəng dövlət yaratdıq. Sonra çöktü, yenə də biz yığıldıq. İkinci Daix olacaq. Bizim dövlətimiz nəhəng olmalıdır. Və sözsüz ki, belə modeldə, istatistik modeldə həmişə bunlar həm çalışırlar, sübut eləsinlər ki, bizim qədim əcdadlarımız var, onun da qədim əcdadları var, onun da qədim əcdadları var. Elə artıq daha problem nedeni var. Belə modellər mədəniyyəti görürsən ki, başlayırlar nəzərə almalı. Onlar ilk növbədə başlayırlar axtarmağa fizikanı. Yəni başlayırlar axtarmağa qanı, iliyi, əli, qolu. Mən həmişə zarafat eləmişəm və indi də hətta o sözü deyə bilərəm. Mənə bir dənə İrland qızını verin, saçları qırmızı, sifətində o ağappaq sifəti. Mən onu 30-dulum, öyrədim Azərbaycan dilində, öyrədim ki, Nağdıran kəndini böyüdüm, bilməm, hadi bu çıxsın, aşırda çıxılsın, ya Həzrət Abbas. Heç belə süz fərləndə də bilməyəcəksiniz. Onu 100% mən Azərbaycanda edə bilərəm. Əhsən. Çünki problem nədən ibarətdir? Mən sizə biolog kimi deyirəm, insan unikal məxluqdur. İnsan mədəniyyətin törəməsidir. Yəni, başqa belə bir heyvanlar var, onların davranışı instinktlar üzərində olunur. Xüsusilə ibtidai heyvanlar. Köpək balıqları, bilmirəm, məməllərin hətta xeyli hissələri, balıqlar, sürünənlər, onlar üçün öyrənmək lazımdır. Kərtənkələ bala çıxanda yumurtadan, o an başlayır müəyyən proqramlaşmış, belə deyək də, instinktlarına tabi olaraq hərəkət etməyə. Ancaq ali heyvanlarda, hətta meymunların özlərində, onlarda artıq da o icma onlara təsir etməyə başlayır. İnsan isə başdan ayağacan icmanın törəməsidir, mədəniyyətin törəməsidir. Mədəniyyət onu necə tərbiyə edəcək, elə də o olacaq. Sözsüz ki, mən belə deyək də, qan deyəndə genetikanın təsirini inkar eləmirəm. Necə inkar eləmirəm? Məsələn, hansı bir populyasiyada 7 nəsil, 12 nəsil yaxın qohumlar arasında nikahlar olacaqsa, sözsüz göz təsiri göstərəcək, cərgələr yaxınlaşacaq və müəyyən irsi xəstəliklər ortalığa çıxacaq. Tutaq ki, hər hansı bir populyasiyada sərxoşluq yayılıbsa, sözsüz ki, yenə də o populyasiya təsir edəcək. Ancaq belə deyil, material təmiz olsa, lazımi dərəcədə biz onu hər hansı bir mədəniyyətə uğurlaşdıra bilərik. Və o nöqteyi nəzərdən haçan deyirik ki, Azərbaycan Türk xalqı ifadəsini işlədirik. Bəli, o tamamilə necə deyil, anlaşılan və düzgün termindir. Ne üçün? Çünki dil proqramlaşdırır insanı. Mənim bir dənə rəhmətli dostum var, deyirdi ki, Yunan fəlsəfəsini başa düşmək üçün Yunan dilini, Yunan qrammatikasını bilməlisən. Dil proqramlaşdırır insanın düşüncəsini. Mədəniyyət müəyyən dərəcədə proqramlaşdırır insanı. O nöqteyi nəzərdən haçan biz Azərbaycan Türk xalqını götürsək, onu bilmək lazımdır. Türk xalqı o demək deyil ki, bu ərazidə yaşayan Azərbaycan Türk xalqı və Altayda yaşayan türklər bir şey. Yox, onlar tamamilə başqa varlıqlardır. Çünki onlar başqa ərazilərdə yaşayıb, başqa landşaftda yaşayıb, başqa həyat tərzi aparıb, başqa insanlar olub, hətta başqa irqə olaraq mənsub olublar. Bu ərazidə yaşayan xalq, o başqa irqə aiddir, o başqa həyat tərzi aparır, başqa cür özünü aparır. Onun mədəniyyəti başqa, onun başqa qəribi var, belə deyək. Və Azərbaycan xalqının, Türk xalqının belə bir xüsusiyyəti var. O burada formalaşır.
Tamamilə doğru. O qapılarda formalaşmış xalqdır. Bu xalq yerli əhali olub, türkləşən əhali olub, erkən türklər olub burada. Bir şey unutmamaq lazımdır ki, burada müxtəlif qruplara aid türklər olublar. Erkən türklər olublar. Heç ümumiyyətlə Oğuz türklərinin onların o qədər də ayrıtı olmayıb. Məsələn, Xəzərlər daha çox Bunlar Çuvaşlara, Xəzərlər, bəli. Xəzərlər onlar da olan dilləri daha çox Çuvaşlara yaxın idi. Başqa qruplar, Sabirlər olub, o Sibir adlı yeri var. Sabirlər, Ondan Xəzərlər paşti eynidir. Sabirlər, Xəzərlər başqa qruplar olublar. Məsələn, Moysey Qalaxanlının əsərində yazılır ki, deməli, Anuşman ailə dövründə əgər səhv etmirəm, 20 min ailə idi ya 30 min ailə idi, keçmişdi sərhədi və onu yerləşdirmişdi Qafqaz Albanlarının ərazisi. Sabirlər. Onlar hətta o yerli dini də qəbul etmişdi, Zərdüştlüyü qəbul etmişdi, onu yazır və artıq da dini dəyişilmiş formada yaşayırlar. Yenə də hətta din də dəyişə bilər. Bir misal mən gətirim. Belə bir xalq var Mərkəzi Asiyada, onu Xəzərlər deyirlər. Bəli, Xəzəri. Xəzərlər xalqı, mənim bir neçə tələbəm Xəzərlər olmuşdu. Onlara baxırsan, özbək necə görsənir, belə də. Bəli, Monqol. Qətiyyən Farsı oxşamır. Onların düşüncələri, onların hərəkətləri özbəklərə daha çox oxşayan bir xalqdır onlar. Onların genomunu tədqiq edəndə onlar daha çox yaxındırlar Qallub xalqlarına. Heç hətta Monqol xalqlarına yox, Qallub xalqlarına yaxındırlar. Yəni özbəklərə və Uyğurlara. Ancaq onların qəlibləri Fars dilidir. Onlar Fars dilində danışırlar. Yenə də Fars dilində danışmalarına baxmayaraq, onların mentallığı Fars xalqının mentallığıdır, fərqlidir. Onların mentallığı daha çox Mərkəzi Asiya, Əfqanistana yaxın olan xalqların mentallığıdır. Ona görə də bilirsiniz, bütün bax bu nəzəriyyələr, insanlar öz əcdadlarını axtarırlar. Əlbəttə, o elmi nöqteyi nəzərdən maraqlıdır. Və şəxsən mənim özümə də maraqlıdır. Ancaq onu bilmək lazımdır ki, lazımdır halıma halala qatmaq. Və lazımdır belə tədqiqatlara siyasət qatmaq. Çünki yenə də deyirəm, kiminsə hardasa əcdadın fiziki nöqteyi nəzərində tapılması o demək deyil ki, o onun 100% əcdadı olub, mədəniyyət nöqtəsindən, dil nöqteyi nəzərdən. Hətta belə bir şey ola bilər ki, məsələn, Azərbaycanda keçirilən arxeoloji tədqiqatlarını götürürlər, görürlər ki, məsələn, erkən orta əsrlərdə, hətta Tunç dövründə o əhalinin elə fəndləri var idi. Məsələn, elə keramikadan istifadə edirlər ki, sonraki mədəniyyətlərdə istifadə edirlər. Və hətta belə fəndlər var ki, indiki dövrdə hətta çatır. Ne üçün? Çünki mədəniyyət dillə müqayisədə daha konservativ bir fenomendir. Yəni, ola bilər ki, hər hansı bir əhali, hər hansı bir populyasiya müəyyən landşaftda yaşasın, məsələn, yarım səhra landşaftda yaşasın, müəyyən materiallardan istifadə edilərsə, müəyyən həyat tərzi keçirsə, müəyyən, məsələn, maldarlıqla məşğul olsa, ya əkinçiliklə məşğul olsa, onlarda belə mədəniyyət konservativ olaraq qalacaq. Plini yazmışdı, əgər səhv edəməm ki, deyirdi ki, Albanların həyatı maldarlıqla bağlıdır. Onlar çölçülüklə məşğul, çölçülüklə yox, yəni ki, onlar köçlə məşğul olurlar və belə həyat tərzi aparırlar. O, yenə də, demək deyil ki, biz onu əsas götürərək deyirik ki, Albanlar bərabərdir türklər. Yox, o oxşarlıqdır. O oxşarlıqdır. O oxşarlıq. Bu günlər ən çox spekulyasiyanı elə şey deyirlər, müəllim. Deyirlər ki, məsələn, masagetlərdə, nə bilim, at südü içirdilər, deməli bu məsələndə bu türklərdir falan. Yox, mən başqa yol baxıram. Təəssüflər olsun ki, bizim tədqiqatçılarımız, bizim alimlərimiz də biraz düzgün yolla gelmirlər. Mən həmişə demişəm ki, əksinə başqa cür tədqiqatlar olmalı lazımdır. İndiki dövrdə, yəni 19-cu əsrdə, 18-ci əsrdə, 17-ci əsrdə, 15-ci, 14 hadisələr daha maraqlıdır, nəinki bizim eramızda olan. Çünki onlar bizə daha yaxındır. Onlar indiki dövrdə daha çox təsir. Bəli. Tamamilə doğrudur. Və nə yaxındır, o qədər də çox təsiri də var. O qədər də o tədqiq olunmalıdır. Məhz yaxın dövrü daha çox biz üstünə düşməliyik də demək istəyirsiniz. Nəinki eradan əvvəlki dövr. Tamamilə yox, eradan əvvəlki dövrdə də lazımdır tədqiq eləmək. Yəni daha çox bizim bu 15, 14, 13, yəni bu bizə yaxın dövrlərdə onun nəzərdə. Bilirsiniz, Azərbaycanın ərazisində belə bir problema var. Məsələn, qədim Aykomenada bir neçə xalq olub ki, onların güclü yazı ənənəsi var. Qədim Misir, qədim Mesopotamiyada ona şey deyirlər. Mixi yazıları deyirlər. Mixi yazıları Çində hieroqlifik yazı olub. Sonra da Yunan əlifbası formalaşıb. Yunanlarda olub. Ondan qabaq ona deyirlər yazı A və yazı B. Cərgənin yazılı olan A və B. Sonra bir neçə bax belə bir mədəniyyət olub və onlarda güclü yazılı mədəniyyət olub.
Ancaq problem ondan ibarətdir. Aykumenada xeyli xalqlar olub ki, onlarda güclü yazı ənənəsi olmayıb. Məsələn, arilərdə olmayıb. Qədim arilərdə olmayıb. Məsələn, götürsək İran dilli xalqlarda onlar əsrlər boyu onlar yazısız mədəniyyətdə yaşayıblar. Hətta Əhəmənilər dövründə olsa, siz o dövrün məxəzlərini qaldırsınız, görürsünüz ki, qədim fars dilində heç yazı yoxdur. Aramicədir, bəli. Hə, yoxdur, qətiyyən yoxdur. Məsələn, Parfiya dövrünə aid olsa, siz bir dənə də sənədi tapa bilməyəcəksiniz ki, Parfiya dilində. Heç tapılırdır. Yoxdur. Parfiya dövründə bütün yazılar Yunan dilindədir. Onların qəlimləri Yunan dilində idi. Bir dənə də yazı yoxdur Parfiya dilində. Sonra görürsən ki, orta fars dilində, Pəhləvi dilində 4-cü, 5-ci, 6-cı əsrdə hansı bir müəyyən yazılar. O da özü çox deyil. Ne üçün? Çünki fars mədəniyyətinin özündə sivil ədəbiyyat yox idi. Onlarda poemalar yox idi. Onlarda tibbi taktiklər yox idi. Ancaq məsələn, biz gelirsə Misirdə görürük ki, güclü mədəniyyət var. Onlarda olub deməli poemalar. Onlarda olub hətta avantur romanlar. Onlarda şeirlər olub, lirik şeirlər olub, güclü ədəbiyyatlar olub. O nəyə gətirib çıxar? O onu gətirib çıxar ki, xeyli xalqların yazı ədəbiyyatlarının olmadığına görə siz dəqiq onların dillərini müəyyən eləyə bilməyəcəksiniz. Bəli. Bizdə də o Azərbaycan coğrafiyasında bu problem. Belə bir söz var. Deyirlər ki, sübutların kraliçası. Bu mənim şəxsi yanaşmamdır. Mən o yanaşmamda heç vaxt çəkinmərəm. Mən hesab edirəm ki, sübutların kraliçası yazılar korpusu. Yazı mənbələrin korpusu. Məsələn, biz qədim türklər haqqında nə üçün orada çox bilirik? Çünki korpus var. Orxun Yenicə yazıların korpusu var. Çox saylı yazılar var qayalarda. Hətta mən sizə deyim ki, onu az adam bilir. Qədim Uyğur əl yazmaları var. Bəli, runik əlifbası vardır. O dövrdə müxtəlif əlifbalardan qədim türklər istifadə edirdilər və belə deyək, dini ədəbiyyat var qədim türk dillərində. Qədim türk dillərində dini ədəbiyyat var, qədim türk dillərində hansısa epiqrafik ədəbiyyat var. Ancaq məsələn bizdə türklərdə tippik traktatlar yoxdur. Ən belə deyək də erkən sivil yazılar bəzi Kutatku birlikdə Divan Lüğət Ət-Türk, o artıq daha belə deyək də orta əsrlər. 11-ci əsrdə. O İslam dövrünə aid olan hansı bir məxəzlərdir. Ona görə də tutaq ki, İskitlərə gəlsək. İskitlərin qəbri tapılsa, oradan tutaq ki, müəyyən bir artefaktlar tapılsa, yenə də orada yazılar yoxdur. İndi tutaq ki, hansı bir alətlər tapılır, xalça tapılır. Məsələn, İskitlərin Altayda olan xalçalar tapılır, orada müəyyən bir yazılar var, müəyyən bir simvolika var ki, görürsən ki, o doğrudan da müasir türk xalqlarında olan belə rəmzlərində çox oxşardır. Və çox vaxt deyirlər ki, əgər elə oxşarlıq varsa, deməli eyni xalqdır. Yox, o da demək deyil. O sadəcə olaraq onu göstərir ki, o dövrdə olan xalqın mədəniyyəti bu yerdə yaşayan xalqın mədəniyyətidir. Dili göstərmir o. O yalnız göstərir ki, mədəniyyətləri eynidir. Hətta ola bilər ki, o eyni xalq olsun. Ancaq ola bilər ki, xalq dilini dəyişsin. Ola bilər ki, dəyişməsin. Yenə də mən də demək istəyirəm ki, məsələn, Aral gölünün ətrafında yaşayan müəyyən bir saq tayfaları var. Hətta belə nəzəriyyə var ki, ola bilər ki, onlar özləri də türklərə aid idi. Var. Ancaq problem ondan ibarət deyil. Biz onu sübut edə bilirik, nə də inkar edə bilirik. Məlumatlar yoxdur. Biz əgər tarixdə belə deyək, tədqiqatlar keçirik, biz həmişə onunla razılaşmalı olmalıyıq ki, müəyyən faktlar olacaq ki, biz heç vaxt onu müəyyən edə bilməyəcəyik. Çünki yoxdur da yazılar. Bax, indi nə edirik? Yoxdur. Ona görə də bir sözlə mən sizə deyim ki, İskit türklər götürdülər, dəyişdirirlər adını. Skif deyirlər, elə bir İskit. Onu unudurlar ki, egzotoponimdir. Onlar özlərini belə adlandırırlar. Onlarda tamamilə başqa adlar var idi, 5 də oxşamırdı ona. Onların öz, necə deyirlər, necə ermənilərin maraqlı belə bir fakt var. Ermənilər özlərinə axı erməni demirlər. Onlar özlərinə deyirlər, tamamilə başqa adlar. Hay deyirlər, ölkələrin deyirlər, Hayastan. Eləcə İskitlər özləri də onların öz adları var idi. Heç qətiyyən oxşamırdı. Saklar məsələn var idi və başqa Maskutlar var idi. Və onlar özlərini Skif adlandırırlar. Skif, Skalotlar, o hamısı Yunanlar verildi adlar. Mehdi müəllim, mən bilirsiniz, həmişə maraqlandırıb bir məsələ. Deməli, bayaqlar siz İngiltərə ilə bağlı toxundunuz və dediniz ki, bura məsələn 2 milyon əhali yaşayırdı, 100 min məsələn Anglo-Saksonlar gəldi, sonra Normanlar gəldi, bunları qeyd elədiniz. Və dediniz ki, əslində qalsa, əslində elə tamamilə haqlı olaraq da deyirsiniz ki, məsələn, oradakı əhalinin çoxu əslində dilini dəyişmiş, assimilyasiya olmuş əhalidir. Amma məsələn, mən bilmək istəyərdim ki, əslində elə mən də bu etnogeniz məsələsində bax, bu məsələ çox maraqlandırır.
Biz bilirik ki, Azərbaycanda qədimdən 100 illər ərzində burada məsələn Alban xalqı yaşayıb deyək ki, Şimali Azərbaycan ərazisində. Onlar Qafqaz dilində danışıblar. Onların dilləri yeri gəlmişkən, onların kitabələri, dilləri mövcuddur və oxunub. Bununla da bağlı bizim verilişimiz olub, 2009-cu ildə oxunub. Cənubi Azərbaycanda da yenə də biraz bu oranın əhalisinin əksəriyyəti Ari dillərində danışıblar. Yəni Midiyalı əhali olub. Və biz baxırıq ki, 13-cü əsrdən sonra, məhz 12-13-cü əsrlərdə bu baş verir. Burada əhalinin əksəriyyəti artıq bizim ulu babalarımız olur da. Yəni tamamilə türk mənşəli əhalini görürük burada. Mənbələr də bunu tam təsdiq edir. Amma bu məhz 11-13-cü əsrlər aralığında baş verir. Mənim açığı düşüncəm bununla bağlı nədir? Bu Monqol dövrünün də burada çox böyük təsiri oldu. Yəni Monqol yürüşləri nəticəsində burada kütləvi qırğınlar baş verdi. İri şəhərlərdə, harda ki o əhali tam yerləşmişdi və onun da yerini bura 13-14-cü əsrlərdə hissə gələn, o Monqollarla bir yerdə gələn bu Tatar və Türk tayfaları tutdular. İndi mən sizdən həm də bir arxeoloq olaraq, həm də bu sahənin tədqiqatçısı olaraq bilmək istəyirəm ki, bunu təsdiqləyən hansısa arxeoloji tapıntılar varmı? Arxeologiya bu haqda nə deyir? Yəni Azərbaycanda doğrudanmı 13-cü əsrdə bu qədər böyük qırğınlar olub? Yəni belə bir versiya var ki, Azərbaycanda əhali əslində bura indiyə qədər qədimdən yaşayan əhali ilə heç də eyniyyət təşkil eləmir. Dilin də birdən-birə dəyişməyi səbəbi o idi ki, fiziki olaraq o əhali yoxa çıxıb. Ya çox az qalıblar, ya da ki yoxa çıxıblar. Yəni Monqol qırğınlarına əlaqədar dağılıb çıxıb gediblər. Bunu mən bilmək istəyirdim. Bununla bağlı arxeologiya nə deyir? Yox, əvvəl neydən başlayaq? Başlayaq ondan ki, belə bir mif var ki, orta əsrdə nəhəng Azərbaycan şəhərləri var. Deyəsən, Rafael Hüseyin yazır ki, Gəncənin əhalisi 300 min idi. Bilmirəm, Təbriz az olur 500 min idi. Əvvəlcədən mən sizə deyim ki, o hamısı ağ yalandır. Müasir tədqiqatlar göstərir ki, orta əsrlər şəhərləri böyük olub. Bir neçə mərkəz olub ki, olan doğrudan da nəhəng əhalisi olub. Belə deyək, çempion, qədim dünyasının çempionu Roma idi. Onun əhalisi 1 milyona. O, doğrudan da tarih bərabəri olmayan bir şəhər idi. Bir şey də anlamaq lazım ki, 1 milyon deyil ki, Bakı kimi gözəl şəhərlər, küçələr və s. Yox, orada əhalinin yarısı daxmalarda yaşayırdı. Bilmirəm, Zibilxanlarda, o necə bizim dövrdə Şanxay var, belə bir yerlərdə yaşayırdı. İkinci böyük nəhəng şəhər var idi, o Konstantinopol, müasir İstanbul. Onun əhalisi 500 min çatır. O da olduqca böyük şəhər. Pekin çox böyük şəhər olub. Onun, yenə də deyim, onun əhalisi vaxt var idi ki, onu Roma ilə onun müqayisə etmək olardı. Mərv çox nəhəng şəhər idi. Yenə də o demək deyil ki, onun ərazisində 500 min adam yaşayırdı. Bilmirik dəqiq, ola bilər 300 min, ola bilər 400 min. Tesbun, indi Tesbunun yanında Bağdad var. Tesbun böyük şəhər idi. Hətta belə adamlar var ki, onlar təziyyələr sürürlər ki, 1 milyona yaxın idi. Ancaq hər halda 500 minə yaxın və 500 mindən çox idi. Ancaq Azərbaycan ərazisində olan şəhərlərin ümumi sayı 30-40 min idi. Və o saydan aşmırlar. 30 min idi, 40 min idi. Siz nə istəyirsiniz? London əhalisi 100 min idi. 100 min yox, 50 min idi. 50 ya 60 min idi. Parisin əhalisi 100 min idi. İndi deyirsiniz ki, Şamaxı ya Gəncə, Parisdən böyük olur. Yox. Çünki, məsələn, Şamaxı da bu bütün regional şəhərlər olurlar. Və bu ərazilərdə olan saraylara biz baxsaq, tikintilərə baxsaq, görəcək ki, o qədər də böyük tikintilərdir. O qədər də nəhəng tikintilər deyil. Ona görə də Monqolların bura gəlməsi bir şey başa düşmək lazımdır. Monqollar sözsüz ki, yırtıcı qəsbkarlar idilər. Ancaq o demək deyil ki, onlar gəlib bütün şəhərləri məhv edirdilər, bütün yer əhalini qılıncdan keçirirdilər. Yox, onların müəyyən bir taktikaları var idi. Məsələn, Bakını ola dağıtmadılar. Bakıya ola toxunmadılar, yalnız onun divarlarını söktülər. 2 dəfə 2 il gəlib getdilər, Bakı yalnız divarlarından məhrum oldu. Hətta mən sizə deyim ki, divarların bəzi qalıqları indiki dövrdə gəlib çatıb. Deməli, Şah Fərrubuzun qüllələrinin birisi indi də var. İsmailiyanın dal tərəfində o qüllərini siz görə bilərsiniz. Belə şəhərlər var idi ki, sözsüz ki, onlar onu hücum edib dağıdırlar. Məsələn, Şamaxı. Yenə də, əgər hansısa bir şəhər onlar hücum edirlərsə, o demək deyil ki, onlar bütün əhalini qılıncdan keçirirlər. Axı, ərəb müəllifləri o barədə məhz bu cür məlumat. Yox. Mən sizə belə bir şey. Onlar hamısı narrativ yazırlardı.
Və məsələn, Nizami Mülkün siyasətnaməsini götürək. Orada Babəkin müharibəsi haqqında danışır və orada yazır ki, kafir 25 minlik ordu çıxartdı. Döyüş vaxtı isə 100 min kafir öldürüldü. Daha onu oxuyan tərcüməçi o dözmədi, altda yazdı, sətr altı yazdı ki, ağ yalandır, 25 mindən 100 çıxa bilməz. Onu bilməlisiniz ki, onlar hamısı narrativ yazılardır. Bağışsız məni indiki dövrlərdə tarixçilər yalan falan danışa bilər. İndi təsəvvür edirsiniz ki, 100 min, bilmirəm, orta əsrlərdə onlar nələr yazılırlar. Əgər tutaq ki, orta əsrlərdə hansısa bir ərəb tutaq ki, belə deyək də, səyyahı var idi, ya tarixçisi var idi. Ola bilər ki, kiməsə düşman münasibəti vardı, ona başlayırdı yaxmağa. Gülbəcür sözlər yazırdı. Sözsüz ki, mən bir dəfə deyirəm, qırğınlar olub, ölümlər olub. Ancaq çox vaxt onun maştabını böyüdərək belə göstərirlər ki, Monqollar da gəldi və burada səhra oldu. Yox, belə olmuyor. Monqol ordusu o qədər böyük idi ki, bütün xalqı qılıncdan keçirsin. Sizin mənə başlayın, Çingizxanın 150 min qoşunu var. Bütün bu ərazilərin 150 min adam kontrolda saxlayır. Fiziki onlar hamısını qılıncdan keçirə bilərmi? Yox. Hətta siz mənə başlayın, deyirlər ki, Bağdadı dağıtdılar. Bağdadı dağıtdılar, ondan sonra necə gəldi bunu Teymurlərin dağıtdı? Yenə İhsanlı, Əmr Teymur. Necə belə baş verib ki, neçə şəhər, neçə dəfə ondan sonra neçə dəfə dağıdılır. Yəni, Monqolların belə deyək, istilasını, onların yürüyüşlərinin əhəmiyyətini göylərə qaldırma vermək ki, onlar hamısını məhv elədilər, yerlə yeksan edilər, bütün insanları öldürdülər, hər şeyi deyişlər, o düzgündür. Azərbaycanın türkləşməsinin tarixi daha maraqlıdır. Əslində, Azərbaycan türk xalqının əsl atası Şah Abbasdır. Siz bir şey fikir edirsiniz, Azərbaycan xalqının yaddaşında bu şah çox yaxşı olur. Ümumiyyətlə, mən həmişə onu təəssüflənmişəm ki, Şah Abbas kimi şəxsiyyəti, görkəmli şəxsiyyəti biz pis tədqiq edirik, onun həyatını pis tədqiq edirik, onun adına qara yaxırıq. Bilmirəm, cəhəng sözlər yazılır onun haqqında. Ay bilməm, anası erməni olub, ay bilməm, anası fars olub. Onun anası nə erməni olub, nə fars olub. O, Mazandaran əyalətinin, belə deyək də, Mazandaran Beylərbeyinin qızı olub. Türk qızı olub, sözsüz. Özdə xasiyyəti də olub, kifayət qədər tünd. Və Şah Abbasın belə bir maraqlı bir siyasəti olub. Şah Abbas dövründə Şirvanın ərazisinə, Aran ərazisinə xeyli tayfa köçürülmüşdü. Xeyli tayfa köçürülmüşdü. Buradan yerli xristiyan əhalisi çıxarılırdı. Ermənilər ona böyük sürgün deyilir. Çıxarılırdı, köçürülürdü İrana, onlar əvəz edilirdi. Yerli ona layal olan türk tayfaları idi. Özü bir şey bilmək lazımdır. Ona görə eləmirdi ki, o milliyyətçi idi, türk xalqı. Yox. O sadəcə olaraq müharibə apardı Osmanlılarla, onun öz məqsədləri var idi. Burada ona layal olan şiə tayfalarının əvəz edirdi yerli sünni əhalisini. Bir şey unutmamaq lazım. Məsələn, Şirvan əhalisi bir hissəsi fars dilli idi, bir hissəsi ərəb dilli. Məsələn, Şirvan əhalisi sünni olaraq Osmanlılar çox yaxşı qarşılayırdı. Onlar toy bayramla qarşılamışlar ki, yazırdı ki, bütün qızlarını ərə verdilər Osmanlılara. Ona görə də Şah Abbas qaydanda qisas aldı onlardan, qılıncdan keçirdi, qovuldu və s. və ilə. Ona baxmayaraq, sünnilərin izi 19-cu əsrəcən davam edir. Sünni, sufi için, məsələn, biz Qəbristanlıq Şahəndin Qəbristanlığına baxmışıq. Xeyli sünni, belə deyək, sufi qardaşlıqların, təriqətlərin izləri var, qəbirləri də var, göstərir ki, o sünniliyi heç vaxt məhv olmurdu, davam edirdi. Belə deyək də, sünniliyin tam darmadağın olması Azərbaycanda 19-cu əsr şamildir. Çünki Rus tsarizmi Qafqaz xalqlarına qarşı mübarizə aparırdı və sünni təriqətləri, onlar şeydirlərdi, sünni cəmaatları döyüşkən idi, mübarizə aparırdı, barışmırdı. Ona görə də belə deyil ki, bax biz düşünürük, tam başqa ola bilər ki, olsun. Həm də türkləşməsində böyük rol oynayıb Şah Nadir. Nadir şahdır. Buna xeyli tayfa köçürüb, xeyli əfşar köçürüb, əfşar tayfaları. Abşeron ərazisində olan türklərin xeyli hissəsi əfşardır. O, bəzən deyirlər ki, Abşeron çox vaxt fars dili ilə uyğunlaşdırırlar. Deyirlər ki, Abşeron, yəni ki, suyu şirin, bilməm, suyu duz. Ancaq əslində belə bir nəzəriyyə var ki, əfşaranın sözündədir. Yəni, əfşaran. Çünki burada baxırsan, Bakı kəndlərində olan tayfalar ki var idi, kəndlər ki var, türk kəndləri var ki, baxırsan ki, olan kökləri çıxır əfşarlar. Yəni, burada türklərin köçləri olub dalğa-dalğa. Başlayıb erkən orta əsrdə. Sonra yeni dalğalar gəlib. Sonra yeni dalğalar gəlib. Mən sizə deyim ki, mən heç təcrübəm burada belə dalğalar ki, fazlaşıb. Yəni ki, türk olub fazlaşıb. Ərəbləşib. Sonra yenə də adama elə gəlir ki, məsələn, burada hansı bir əhali var idi, hansı bir həyat tarzı apardı, onun eyni dili yox, elə deyil. Ola bilər ki, dil də dəyişsin. Götürüb böyük Roma imperiyasını. Qalliya hansı dildə yaşayır, danışırdı? Kelt dilində danışırdı. İndi isə o hansı dilə aid? Daman dilinə aiddir. İspaniya Kelt ölkəsi idi.
Hansı dildə hal-hazırda danışırlar? Daman dilində danışırlar. Xeyli ölkələr var ki, onlar tam öz matrisidan değişir. Matrisalar değişir və tamamilə değişir. Onlarda xalq, yəni bəlkə də eyni xalq qalsa da mədəniyyətləri değişir. Ona görə də biz belə deyək də, problem ondan ibarətdir ki, hər hansı bir millət öz belə deyək, müqəddəratını həll eləyəndə ilk növbədə fikir verməlidir mədəniyyətə. Xalqın əsasını təşkil edən onun mədəniyyətidir, onun dilidir, onun dinidir, onun belə deyək, yüksək mədəniyyət yaradılmasının potensialıdır, onun ənənələridir. Belə söz haşan işlənir bizim ulu babalarımız. O söz eşidiləndə həmişə Azərbaycanda nə düşünürlər? Bizim ulu babalarımız. Onlar da gəlir ki, məsələn 7-ci əsr bizim eramıza getirir, onun ulu babası o da yaşayır. Hansı biri Məmməd? Yox, elə olmayıb. Mən tələbələrimə danışanda deyirdim ki, məsələn, Farslarda belə bir romantik zərdüştliyin obrazı var idi ki, zərdüştlik elə romantik dindir. Deyim ki, siz başa düşün, orada dəhşətli hallar var idi. Bacılarla nikahlar, analarla nikahlar, inek südünün içilməsi, ona şey deyirdilər, urinak deyirdilər. Ölülərin daxmalarda bağlanması, quşların parçalanması, tamamilə başqa düşüncə, tamamilə başqa mentallıq, çox şeylər tamamilə başqa. Və məsələn, indiki dövrdə, qədim dövrlərdə müəyyən bayramlar çatırlarsa, Novruz, yəni nəsə, o hamısı dəyişdirilmiş bayramlardır. Tamamilə dəyişdirilmiş bayramlar. Haşan deyirlər ki, o da sitayiş Aryalara aiddir. Kimsizə deyir, Türklərdə doludur. Monqolada əgər kimsə axar suda yuyurdu paltarını, o adamı öldürürdü. Çünki sayırlar ki, o murdaladı oduyu, murdaladı suyu. Görürsünüz, köçəri tayfaqda olmuşsa, ancaq onda da görürsünüz ki, ona oxşar adətlər var. Onu tədqiq etmək üçün böyük bir dissertasiya var. Ona görə də haşan belə bir söz deyilir. Bizim ulu babalarımız bir şey yadında saxlamaq lazımdır ki, Azərbaycan Türk xalqı baba nöqteyi nəzərdən, genealoji bizim yaddaşımız maksimal olaraq çatır Qacarlara. Ondan qabaqki dövrlər ənənə qırılıb. O demək deyil ki, xalq yox. Bəlkə eyni Türk xalqıdır, ancaq ənənələr qırılıb. Ənənələrin qırılması çox böyük əhəmiyyət kəsb edir. Özünüz gedirsiniz, hər hansı bir qəbirstanlığa çıxın. Mən məsələn, daha çox antropologiya məşğul olaram, qəbirlərlə məşğul olaram. Nə görəcəksiniz qəbirlərdə? Yaxınlaşın, oxuya biləcəksiniz? Yox. Ne üçün? Çünki ənənə qırılıb. Kim oxuya biləcək? Hərra, məlhum və məhzun məlhum müəyyən formullar var. Oxuya bilmirlər, çünki ərəb dilini bilmirlər, ərəb əlifbasını bilmirlər. Ənənə qırıldı. Getsiniz bizim müasir qəbirstanlığımıza, görəcəksiniz ki, hətta köhnə qəbirlər dağılır. Daşıyırlar, sındırırlar, çünki artıq da onlar özlərini o qəbirlərlə müəyyənləşdirir. Problem ondan ibarətdir. Əgər sən o qəbri sındırırsan və deyirsən ki, əşi, bu qəbirlə mən maraqlanmıram, deməli sən özünlə müəyyənləşdirmirsən. Ola bilər ki, orada da sən ulu baban orada yatıb. Ola bilər, ancaq ənənə qırıldı. Biz genealoji olaraq, biz də Cənubi Qafqaz xalqlardır hətta xeyli surətdə, başqa xalqlardır, özbəklər də, onlar hamısı daha çox Sovet dövrə bağlı xalqlardır. Çünki Sovet imperiyası o nöqteyi nəzərdən çox güclü dövlət idi. Onlar kulturtreger dövlət idi. O değiştirirdi düşüncəni. Təkcə əlifbanın değişilməsi çox böyük, necə deyirlər, çox böyük dəyişikliklər səbəb oldu. Dil değişildi. Biz bir şey bilmirik ki, məsələn, siz oxuyursunuz, Mir Möhsün Nəvvabi, ya Mirzə Fətəli Axundov. İnsanların əksəriyyəti başa düşmür ki, siz Mirzə Fətəli Axundov oxumursunuz ki, Mir Möhsün Nəvvabi oxumursunuz, uyğunlaşmış mətni də oxuyursunuz. Siz əsl mətni oxuya bilməyəcəksiniz. Əgər mən faksimillə gətirib qoysam açsam, görəcəksiniz ki, siz başa düşmürsünüz onu yazın. Hətta mən Azərbaycan Demokratik Respublikasının bəyannaməsini görmüşdüm. Siz bilirsiniz ki, müasir Azərbaycanını oxuya bilməz. O dövrdə iki dil vardı, müəllim. İki dil vardı, bir elitan dili. Yox, o Türk dilində yazılır. Azərbaycan elitan dili var, bir də sadə cəmaatın dili vardı. Məsələn, Molla Nəsrəddin də yazır, Füyuzat jurnalında yazır. Füyuzat jurnalını oxuyan başa düşə bilməz. Amma Molla Nəsrəddin jurnalı sadə xalqın dilində yazıldığına görə, yəni oxuyub başa düşmək olardı. Yox, mən sadəcə onları nə demək istəyirdim. Problem ondan ibarətdir, haşam deyirik ki, bu elitar dildir, bu xalqın dilidir. Elə təəssürat yaranır ki, xalqın dili əsl dildir, elitar dil isə əsl dildir. Yox, elə deyil. Bir şey unutmayın ki, məsələn, Sabirin şeyi var, şeirləri var. Sabirin şeirlərində o dövrdə yaşayan insanların canlı dilidir. Tifil, bilmirəm, Flandır, Peşməkədir, Cankikadır, odur, budur, cəmaat danışırdı o dildə. Cəmaat o dildə danışırdı. Həm də kimsə deyir ki, elitar dil o xalqın dilidir. O da xalqın bir hissəsinin dilidir.
Sözsüz ki, o əlində də qırılanda görürsən ki, böyük bir lay gedir. Xalq məhdum olur mədəniyyətin bir layından, o əvəz olunur, məsələn, başqa bir sözlə. Ona görə də, haçan belə bir sözlər deyilir, bizim ulu babalarımız, həmişə o sözlər bizim ulu babalarımız biraz ehtiyatla yanaşmaq lazımdır. Əgər siz ulu babanı görsəydiniz, bizim eramızın 5-ci əsrdə, o sizi öldürərdi. Deyər, nə gəlmirsən bunu? Mənim bir dənə dostum gedib Cənubi Azərbaycanda, orada Türk əhalisi var. Türk xalq şeylərdə tayfalar var. Qacarlar, şahsevənlər. Şahsevən tayfasının birisini deyib, gəldim, gördüm, birini dedim, 2 dənə qız gəlir, mənə tüfəngilə. Birisi də çəkdi, uzaqdan qışqırdı, dayan, dedi, qorxdum. Yaxınlaşdılar, görürəm ki, çəkiblər, mənə sürdülər ki, sən kimsən? Olmaya təbrizlisən. Dedim, nə danışırsan? Mən qonağım. Hə, yəni o təbrizlinin özü üçün sayılmır ki. Kimdir o şəhər? Əlbəttə o şəhərdə yaşayan bir adamdır, bilmirəm, nəsə qəribədir, o yalancıdır, 5 tirəlidir. Bu özü üçün həyat keçididir, o da Türk tayfası. Necə deyirlər, onları görürsən ki, kimsə kimisi qızını oğladı, kimsə kimisi şeyini dava elədi, onların öz həyatları var da. Ona görə də ona deyirlər ki, millətdən qabaqçı olan mərhələ. Millətdən qabaqçı olan mərhələnin diyalogları burjua millətlərin diyaloqundan köklü surətdə fərqlidirlər. Məsələn, orta əsrlərdə fars dili anlayışı yox idi. Siz orta əsr fars yaşlılarında açıb oxusuz, görürsünüz ki, onlarda elə anlayış yoxdur. Elə düşüncə yoxdur. Məsələn, Ünsül Malik Hekayəsi İbn İskəndərdə açırsan, oxuyursan, deyir ki, bizdə təbəllilərdə, mən bu təbəlli dilində danışıram. Sonrası yazan fars dilində ki, hamısını deyir, bəyan olsun. Yəni ki, bu özünün təbəstənli sayılır. Deyir ki, məsələn, qızı ələ verəndə başqa tayfanın nümayəndəsinə ələ verir, öz tayfandan olmasın. Yəni ki, onda tayfa faktoru çox böyük rol oynayırdı. Türklərin özlərində də, Türk deyəndə demirdi ki, mən böyük və qədim Türk xalqının nümayəndəsiyim. Dedim, yox, mən kiməm? Mən Əfşaram, mən Qacaram, mən filankəsəm, mən Beşməkəsəm. Hə, o millətdən qabaqki asıl. Ya da ola bilər ki, mən sünniyəm, mən şiiyəyəm, mən filan şeyə daxiləm, mən filan şaha xidmət edirəm, mən filan xana xidmət edirəm. Elə şeylərə baxırlar. Çünki orada əsl cəmiyyətin, müasir əsl cəmiyyətindən köklü sürətdə fərqli idi. Çox fərqli idi. Ona görə də açın belə bir sözlər işlənir. Dədə, baba, ulu baba və s. və ilaxır. O, necə məsəl deyim, metodoloji nöqteyi nəzərdən düzgündür. Yəni ki, elmi nöqteyi nəzərdən düzgündür. O daha çox ideoloji, belə deyil, ideoloji formulları yaxındır. Yenə deyirəm, Almaniyanın bu bağlıdır. Çünki Almanlar onu çox xoşlayırlar. Bizim ulu babalarımız bütün Avropanın kontrol altında saxlayıb. Biz də deməli o ölkələri təzədən tutmalıyıq. Çünki bizim missiyamız var, tarixi missiyamız var. Yenə də ona ilə bağlıdır, məktəblə bağlıdır. Almanlar məktəb vasitəsilə öz ideyalarını xalqın arasında yayırdılar və ona görə də onların millətləri cəm olurdu, bir güclü barmaq kimi. Onun sözsüz ki, müsbət xüsusiyyətləri də var. Yəni ki, hansı bir tarixi vəzifələrin yerinə yetirilməsi üçün, yəni ki, müharibənin udulması üçün, müəyyən iqtisadın qurulması üçün ideoloji nöqteyi nəzərdən sərfəli bir hansı bir nəzəriyyədir. Təəssüflər olsun ki, elmə aidiyyəti yoxdur. Elm başqa cür ona baxır. Elmə yanaşma tam başqadır. Bütün bəşəriyyətin tarixi belə deyək, bölünür. Burjua dövründən, qabaqki dövrə, modernist dövründən, qabaqki dövrdə və modernist dövrdən olan dövrə. Orada yaşayan icmalar tam başqa icmalardır. Azərbaycan Türk xalqının özündə də belə deyək də modernist dövründən qabaqki olan dövr başqa idi. Ondan sonra tam başqa idi. Yəni belə bir söhbət yoxdur, gəlirlər, gezirlər kəndlərə, soruşurlar ki, sən kimsən? Necə kim? Müsəlman. Yaxşı, bəs deyir, hansı dildə deyir danışsın? Necə hansı dildə danışsın? Müsəlman dilində. Deyir, yaxşı da, bəs deyir, hansı ölkədə yaşayırsın? Nə sual deyir? Əlbəttə deyir, müsəlman ölkəsində. Yəni buna bir izah edilmək mümkün deyil. Sən kimsin? Necə mən kiməm? Müsəlmanam. Onlarda dini düşüncə daha yüksək səviyyədir. Məsələn, yaşlı insanlarla siz danışırsınız, bizim ondan ki, o qonşularla davasını soruşsunuz, deyicilər, nə deyəcək? Deməyəcək ki, Azərbaycan erməni. Müsəlman erməni müharibəsi. Belə də deyəcəklər. Ay bilmən, müsəlman qızını al, filan şeyi al. Yəni ki, köhnə nəsildə dini düşüncə üstünlük təşkil edir. Baxmadı ki, o kimdir? Baxmadı ki, hansı xalqa aiddir? Baxmadı, müsəlman deyə müsəlmandır. Müsəlmandırsa deməli daha yaxındır. Müsəlman deyilsə daha uzaqdır. Baxa bilərlər ki, onun təriqətinə yaxındır ya yaxındır. Məsələn, Əmir Teymur nə üçün xaraba qoydu Məbədinləri? Çünki Əmir Teymur fanatik dərəcədə Əmir Teymur Hənafi təriqətinin tərəfdarı idi.
Ona görə də Əmir Teymur başqa təriqətləri qovuldu. Şiələri də qırıldı. Ona görə də indi Mərkəzi Asiyada bir dənə təriqət qalıb, bir dənə məktəb qalıb, Hənafi məktəbi. Başqalarının yerinə yeksan deyil. Əsas onda o idi. Başqa şeylər də öyle idi. Çox gözəl Mehdi müəllim. Təşəkkür edirəm mən sizə söhbətimizə görə. Deməli biz ümumi olaraq nəyi mən başa düşdüm? Deməli siz elə mənim o fikrimi təsdiq edirsiniz, həm də bir mən özüm sizdən düz başa düşdüyümü ya başa düşmədiyimi bilmək istəyirəm. Deməli DNT analiz biz söhbətimizə əvvəl çünki ondan başladıq. DNT analizlər kömək edə bilər nələrdəsə, lakin o heç də etnik mənsubiyyəti tam müəyyənləşdirməyə kömək eləmir. Bunu mən başa düşdüm. Belə deyək, etnik mənsubiyyətini deyək ki, müəyyənləşdirə bilir, o qətiyyən onu müəyyənləşdirə bilməz. Qətiyyən müəyyənləşdirə bilməz. Yəni ki, belə deyək də, DNT analizinin o etnologiyada istifadə oluna bilməz. İstifadə oluna bilər yalnız və yalnız populyasiyaları tədqiq edən genetikada. Yalnız bir dənə, belə deyək də, istisna var. Xırda tayfalar olur, hansısa bir cəngəllərdə, dağlarda, xınallıqda, bilməm, harada yaşayan ki, onlarda çox nadir görürsən ki, mutasiyalar baş verir genomlarında. Ola bilər ki, onlarda hansısa bir unikal habitatlar olsun, yalnız və yalnız o populyasiyaya aid olur. Və onda doğrudan da o populyasiyaya aiddir, yalnız onda var, onun kənarına çıxmır və deyə bilərsiniz ki, bax, bu qapılığının daşıyıcısı bu millətə aiddir. Problem ondan ibarət ki, böyük xalqada siz onu şamilləyə bilməzsiniz. Nə qədər istəsiniz şamilləyə bilməzsiniz. Çünki böyük xalqlar, bilirsiniz, bizimkiler bir şeyi başa düşmür ki, Azərbaycan Türk xalqı böyük xalqdır. Azərbaycan Türk xalqı balaca xalqdır. Hətta mən sizə belə bir söz deyim, İranın özünə geçsiniz, onlar hətta o qədər başa düşmürlər. Bu nə deməkdir Azərbaycan Türk? Deyəcək, Türksün də. Türk hər yanda yaşayır. Məsələn, siz bilirsiniz ki, İranda Polşalı var. Bolşalı var burada, Bolşalı var İranda. Özdə Bolşalı Cənubi Azərbaycanda deyil. Bolşalı Şirazın yaxınlığındadır. Ona dilə İraq Əcəm. İraq Əcəmdə yerləşir. Orada da bizim dilimizdə danışan xalq var. Bizim xalqçılarımız oxuyurlar, bizə oxşurlar. Dilləri tamamilə bizim dilimizdir. Xorasan türklərini siz geçsək, görəcək ki, onlar da Oğuz dilində danışırlar. Ümumiyyətcə mən Mehdi müəllim, mən bizim nəyin əleyhinəyəm, qoy bunu da deyim. Ümumiyyətcə bizi Azərbaycanla məhdudlaşdırırlar. Sırf elə bir ki, Azərbaycan türkü. Əslində mən bu ifadənin əleyhinəyəm. Çünki bizim xalq əslinə qalsa bir tərəfi həmişə bizim xalqın oikumeniyası belə olub. Şərqdə indiki Ərzincan, Sivas əraziləri, Ərzincana qədər, Qars, Ərzincan bu ərazilər. Bir tərəfdən gəlir İraqın şimalı və digər tərəfdən gedir İraq Əcəmə, şimaldan da Dərbənd. Yəni bu ərazidə yaşayan həmişə vahid bir xalq olub. Dili indi bizim dilimiz, məsələ həmin ərazidə indi də bu dildə danışırlar və orada da vahid tarix olub. Vahid bir dövlət olub həmin ərazidə. Yəni, həmin ərazində Səlcuqlar dövründə bütün bu İranı tutmuşdular. Və Türk xalqları, belə deyək, civil demədilər ona İqta diplomuna uyğun olaraq gördün ki, İqta olan öz şeylərini torpaqlarını müxtəlif yerlərdə alırlar. Kiməsə verirlər, məsələn, Xorasanı, kiməsə verirlər başqa bir, kiməsə İsfahanı verirlər, kiməsə o yeri verirlər, kiməsə bu yeri verirlər. Ona görə də siz İranın müasir dövrdə geçsiniz, hər hansı bir Osmanlıda yaşayan xalqla danışırsınız. Deyəcək ki, tanıyıram Türkləri. Mən gözlərimi müalicə edəndə bir dənə fars qızı var idi, mənə baxırdı. Birdən belə gülümsədi, gözəl belə bir qadın idi ki, xoşlayıram sizin dilinizi, çox ahəngdar dildir də. Görün bir neçə sözdür türkçüdür, bu adam bilirsən. Bu da belə deyir ki, deyir, əlim deyir türkdür. Əlim türkdür. Sağ adın deyir, mən də Şirazdan, əlim deyir Qaşqaydı. Və onlar daha çox, bunlar biraz da anlamırlar. Azərbaycan türkü nə deməkdir? Türksən. Deyir ki, türksən də. Türk hər yerdə ola bilər. Türk ola bilər ki, İsfahanda olsun. Türk ola bilər ki, İraqda olsun. Türk ola bilər ki, başqa bir yerdə olsun. Azərbaycan xalqının mentallığı potensiallar, balaca xalqın mentallığıdır. O böyük xalqın mentallığıdır. Azərbaycan xalqın düşüncəsi də böyük xalqın düşüncəsidir. O müasir Azərbaycan xalqının bunda Azərbaycançılıq deyirlər. O sözsüz ki, Sovet dövrünə xas olan simulyakrdır. Onu Sovet dövrünün belə deyək də ideologlar düzəldirlər. Onlar çalışırlar ki, Azərbaycan xalqını bazılaşdırsınlar. Bax, bu da nəsə 3 dənə qardaş var. Erməni, Gürcənin, Azərbaycanlı. Onun tarixini də belə durmuşlar ki, qədim dövrdən bəri bir dənə qəsbkar gəlirdi, öldürüldü, sonra başqa qəsbkar öldürdü, sonra ona görə də Azərbaycan uşaqları oxuyanda ağlayırlar ki, biz nə bədbaxt xalqdır, bizim başımızı oynayırlar. Onu edir, bunu edir ki, ay əzizə başı düşür. Ay hansı medialar, medialarda
aidiyyət var, ancaq başqa xalqdır. Ne üçün ağlayırsan, onların başından oyun gəlir? Gəlib, çox şey baş gəlib. Sən şeyləmə, ağlama, Türk qalib olub. Türkün tarixində o qədər də belə bir kədərli hadisələr olmayıb ki, Allah'a şükür. Türk əksinə başqa ölkələri qəsb edib. O böyük xalqın düşüncəsidir. O mentallığı da böyük xalqın mentallığıdır və sözsüz ki, elə xalq müxtəlif yerlərdə yayılar, müxtəlif xalqlarla kontakta girir, müxtəlif xalqların qızlarını da alır, bu normal şeydir. O bir dəfə deyirəm, haçan belə bir söz çıxır ortalığa ki, filan kəs getdi, filan kəsin qızı aldı və nə? Mən başa düşməyəm, nə baş verdi? O da insandır da. Başa düşməyəm, meymunla evlənməyib ki. Ya o normal adamdır, necə mən sizə deyim, humanitar yanaşma var. Əsas o deyil ki, sən hansı qızı almışsan. Əsas o deyil ki, hansı gəlinlərin daşıyıcısıdır olur. Əsas odur ki, sən onu özünə tabi edə biləcəksən, ya yox. Sən onu öz mədəniyyətinə tabi edəcəksən, ya yox. Sən onu cəlb edə biləcəksən, ya yox. Türklərdə çox belə geniş yayılmış bir adət var idi. Çox vaxt müharibələr vaxtı çöl müharibəsi amansızdır. Çöl müharibəsi çox vaxt qadınları atırdılar. Atırdılar, gedirdilər. Çox yayılmış bir hal idi. Hətta Bilgə Xaqanın o stellasında, Gültəkin stellasında yazılır ki, qəhrəmanlıq göstərdi qardaşım. Gültəkin atmadı, qadınları atmadı, döyüşdü. Olmasaydı hamısı yıxılıb qalmışdı. Onları da əslində belə baxanda Oğuzda hücumləmişlər onları Göytürklərə. Onlar hamısını qılıncda keçirmək istəyirlər. 9 Oğuzda hücumləmişlər. Belə deyək də bizim əcdadlarımız, bizim onların əcdadlarını hücumləmişlər. Ona görə də eyniləşdirməydi düzgün döydülər. Ay bilmirəm Göytürklər bizim əcdadlarımızdır. Göytürk sən görsəydi deyərdi ki, bilirsən nə? Pis döyük. Mən sənin ağamam. Bir sözlə, mən onunla nə demək istəyirdim? Əslində humanitar yanaşma olmalıdır. Yəni, müəyyən xalqın nümayəndələrini o güclü mədəniyyət tabi eləyə bilirmi özünə, ya tabi eləyə bilmirmi özünə? Yenə də hər hansı bir mədəniyyətin güclü mətnləri, güclü mənaları, güclü belə deyək, kontenti var ya, yoxdur. Məsələn, müasir dövrdə insanlar qan axtarırlar, əcdad axtarırlar, bir şey unudurlar ki, boyda katastrof var ki, hal-hazırda millət kitab oxumur, kinolar çəkilmir, seriallar çəkilmir, kontent azdır, internetin özündə də kontent azdır. O deməkdir ki, mədəniyyət zəifliyir. Zəifliyəndə də başqa mədəniyyətlər başlayır. Asimilyasiya olur, çıxır gedir də. Əlbəttə, asimilyasiya olur, çıxır gedir. Və mən sizə belə bir söz deyim ki, indi gedin Amerikada. Hər hansı bir adam var, bu Azərbaycanda 1000 il yaşayıb əcdadları. Getdi Amerikaya. Sonra bilirsiniz, 2 nəsildən sonra siz onu hansı bir John Fəllərdə də bilməyəcəksiniz. Görüb tez öz adını dəyişəcək, Əliyev olacaq, bilməm nə. Alison. Başqa bir. Alison eləyəcək, yəni nəsə eləyəcək. Saçını başqa cür kəsəcək, belə bir dənə qınımızı verəcək, üçün eləyəcək. Başqa şey görəkçək deyəcək, danışacaq. 2 nəsildən sonra heç onu gəldi haldə, fəllərdə də bilməyəcəksən əslində. Belə baxanda. Təşəkkür edirəm. Məsələ etdim. Qara bir əhali var idi, qara dərili əhali var idi. Onlara xas olmayan bir ərazi, soğuq ərazi keçdilər. Və tədqiqatlar keçiləndə görürlər ki, artıq da onların dəyişikliklər baş verməyə başlayır. Saçları düzəldir, dərilər daha ağ rəngində olur. İnsan çox labil bir növdür. Yəni, hər landşafta uyğunlaşır. Hər yerə uyğunlaşır o. Hər yerə uyğun olaraq o yaşayır. Ona görə də ilkin növdür. Yəni də mən deyim ki, mən arxeolog, antropolog deyim. İnsanda ilkin mədəniyyətdir. İlkin mədəniyyətdir. Əgər onun qanı, iliyi sağlamdırsa, o qana iliyə siz hər hansı bir proqramı yaza bilərsiniz. Hər hansı. Sözsüz kimi anlayır demirəm ki, orada hansı bir mistik anlar da var. Ola bilər ki, hansı bir insan var ki, çölü xoşlayır, başqa adam var ki, dənizi xoşlayır. Ola bilər. Ancaq mədəniyyət tam başqa bir şeydir. Bax belə. Təşəkkür edirəm bir daha Mehdi müəllim. Ümid edirəm ki, izləyicilər üçün də bir çox suallara aydınlıq gəldi. Şəxsən mənim üçün çox xoş oldu, sizi bilmirəm. İnşallah fikirləşirəm ki, əgər sizin də gələcəkdə vaxtınız olsa, belə verilişlərin çəkərik. Çünki belə maarifləndirici verilişlərin sayı çox olmalıdır bizdə və yanlış düşüncələrdən qurtarmaq lazımdır. Biz öz həqiqi əcdadlarımızı qoyub nağılların arxasınca qaçmamalıyıq, Mehdi müəllimin dediyi kimi. Və bu xüsusən də mənim o lap ilk debatlarda da dediyim kimi, əlbəttə DNT analizlərin tədqiqatlarda mühüm əhəmiyyəti var, lakin onunla spekulyasiya eləmək qəti şəkildə olmaz. DNT analiz belə çıxdı, deməli sən türk deyilsən, sən məsələn tutaq ki, orada kiməsə fars çıxdı, kiməsə belə çıxdı. Yəni onunla spekulyasiya edib onu siyasiləşdirmək bu olmaz. Bu ən pis əməldir və bununla məşğul olmaq düzgün deyil. Və sizə də uğurlar arzulayıram. Mehdi müəllim, sizə də təşəkkür edirəm ki,
vaxt ayırdınız bizə, öz dəyərli fikirlərinizi bildirdiniz. İnşallah növbəti verilişlərdə görüşənə qədər sağ olun, gəlin görüşlərə qədər. Sağ olun.